Kəsə salam 5-ci siniflər üçün də belə bir test izahı verəcəm. Yaxın əyləşin və birgə təkrar edək. 51-ci sualda deyir, ədədlərdən hansı boş xanaya yazıla bilər? Deməli, ədəd yüzlüklərə qədər yuvarlaqlaşdırmada 600, onluqlara qədər yuvarlaqlaşdırmada 620 edir. Baxaq, hansı ədəddir? 1-1, belə deyim ki, variantdakı ədədləri yuvarlaqlaşdıracaq. Yuvarlaqlaşdırma mövzusunda yada salmış olarıq. Yüzlüklərə qədər yuvarlaqlaşdıraq. 5 yüzlüyünü yuvarlaqlaşdırarkən yuvarlaqlaşdıracağımız ədədin yanındakı ədədə baxırıq. Əgər ədəd 5 və 5-dən yuxarı 6, 7, 8, 9 rəqəmlərdirsə, o zaman yuvarlaqlaşan ədəd 1 vahid artır, digərləri sıfıra çevrilir. Deməli, A bəndində olur 600. B-də 6-nın yanındakı ədədə baxıram. 5-dən aşağı 4, 3, 2, 1-dirsə olduğu kimi qalır, digərləri sıfıra çevrilir. 617 ədədində 6-nın yanındakı ədəd 1-dir, deməli yenə dəyişmir, 600 qalır. 625 ədədində də 600 qalır, 614-də də 600. Hamısı oldu yüzlüklərə qədər yuvarlaqlaşdı 600. Onluqlara qədər yuvarlaqlaşmada 620 olan ədəd. Baxaq. Onluğa qədər yuvarlaqlaşdıraq. 6-nın yanındakı 2-dir, deməli bu olacaq 560. Çünki demişik axı, yuvarlaqlaşan ədədin yanındakı ədəd 4, 3, 2, 1 rəqəmidirsə olduğu kimi, yəni olduğu mərtəbə vahidində qalır. Amma 5 və 5-dən yuxarı 6, 7, 8, 5, 6, 7, 8, 9-dursa o zaman 1 vahid artıb, yanındakı həmin qalan ədədlər isə sıfıra çevrilir. Deməli, burada sıfırın yanındakı ədəd 7 olduğu üçün olur 610, 1 vahid artır. 617 ədədində 1 onluqlar mərtəbəsindəki rəqəmdir. Birin yanındakı ədəd yenə 5-dən yuxarı olduğu üçün 620. Elə bizə də lazımdır C variantı. Onluqlara qədər yuvarlaqlaşdırma 620, yüzlüklərə qədər yuvarlaqlaşdırma 600-dür. Cavab C. Gəlin digərinə də 625 demir, 2 yuvarlaqlaşdıranda olur 630, bu deyil. 614 ədədində də 610-a qalır yuvarlaqlaşdıranda. Deməli, 52-ci sualda deyir, mağazada filan sayda oyuncaq var idi. Həmin sayda oyuncağı tapmaq lazımdır birinci növbədə. Və verilən əməllər sırasında həmişə bilirik ki, mötərizə yoxdursa, birinci vurma bölmə ardıcıllıqla, daha sonra toplama çıxma, o da ardıcıllıqla həll olur. Birinci vurma bölmə deyərkən yazıram 5 plus. 2-ni 10-a vururam, eləyir 20 plus. 7-ni 1000-ə vururam, eləyəcək 7000 plus. 3-ü vururam 10.000-ə, eləyəcək 30.000. Bərabərdir. Toplarkən elədik 37.000, 25. Bu qədər oyuncaq var imiş. 30.988-i satıldı. Deməli, çıxacam 30.988-i. Çıxarkən də mərtəbə vahidlərinə diqqət edirik. 5-dən 8 çıxmaq olmur. 2-dən 1 onluq verirəm 5-ə, olur 15. 15-dən 8-ini çıxıram 7. Bu 2-nin üzərində qalmışdı 1. 1-dən 8 çıxmaq olmur. Yenə 7-dən 1 onluq verirəm, olur 11. 8-ini çıxıram 3. 9-dan 9-unu çıxıram 0. 6-dan 0-ı çıxıram 6. Cavab Y variantı 6037. 53-cü sualda deyir, kvadratları cəmi 80 olan 2 natural ədəd. Deməli, belə yazacağım. A-nın kvadratı plus B-nin kvadratı eləyir 80. 2 natural ədədin kubları cəmini tap. A kubu plus B kubu bərabərdir sual. Seçib yoxlama üsuludur. Bu təbii ki 5-ci sinifdə mövcuddur. Bu bölmədə deməli bir-bir seçib yoxlayacağıq. Rəqəmlərdən başlayırıq. Çünki 1-in kvadratı 1-dir. 1-in üzərinə neçə gələndə 80, 79 eləyir də. Daha doğrusu 80 eləyir, 79 gələndə. O da 79 baxırıq, heç nəyin kvadrat deyil. Sonra 2-nin kvadratı eləyir 4. Məsələn, 4-ün üstə 76 gəlməliyəm ki, 80 eləsin. O da 76 heç nəyin kvadratı deyil. 3-ün kvadratı 9 eləyir. 9-un üstə 71 gələndə 80-ə bərabər. Təbii ki, yenə 71 nəyinsə kvadratı deyil. Və nəhayət ki, 4-ün kvadratı verir bizə 16. Üstəgəl 64 bərabərdir 80. Doğrudan da 4-ün kvadratı ilə 8-in kvadratı bizə verir 80-i. Tapdıq A-mız 4, B-miz 8-dir. İndi kublara yüksəldək. A-nın kubu 4-ün kubu 64 plus 8-in kubu 512. O da bərabərdir 576. Cavab B variantı. 54-cü sualda yenə qaydadır.
Birinci sualda deyir 3 ardıcıl tək ədədin cəmi 6-ya bölünür. Yoxlayaq. 3 ardıcıl tək ədəd. 1 dəqiqə 1 3 5. Toplayarkən eləyir 9. 9 6-ya bölünür. Xeyr. Yoxlayaq. 3 5 7. Cavab eləyici 15. 15 6-ya bölünür. Xeyr. Deməli 1 səhvdir. İkinci 2 ardıcıl tək ədədin cəmi 2-yə bölünür. 2 ardıcıl tək ədəd götürək. 1 plus 3 bərabərdir 4. 3 plus 5 bərabərdir 8. 5 plus 7 bərabərdir 12. Hamısı da 2-yə bölünür. 2 doğrudur. Üçüncü sualda cəmdə toplananların hər biri verilmiş ədədə bölünərsə. Yoxlayaq. Məsələn, cəmdə verilən toplananlar 12 olsun, 24 olsun və 18 olsun. Hər biri 6-ya bölünür. Deyir, cəm də həmin ədədə bölünür. Toplayarkən eləyəcək 54. 54 6-ya bölünür. Bəli, deməli 3 də doğrudur. Rum rəqəmləri mövqeysiz say sistemidir. Əlbəttə ki. Çünki bilirik say sistemi iki cürdür. Mövqeyli və mövqeysiz. Mövqeysiz nə deməkdir? Yəni, verilən ifadəsi, belə deyim də, verilən mövqeysindən asılı olmayaraq hər zaman olduğu kimi qalır. Yəni, bilirik ki, x nədir? 10. 10-cu deməkdir. X-in yanına bir dənə də xətt çəkəndə nə olur? 11-ci deməkdir. 5. Yəni, başqa ədəd demək deyildir. Bilirik ki, bu 5-cinin özüdür. Bu 9-cu deməkdir. Yəni, bu mövqeysindən asılı olmayaraq hər zaman, yəni dəyişmir də, olduğu kimi qalır. 4 də doğrudur. 5-cidə deyir, onluq say sisteminin bazis rəqəmləri doğrudur. Çünki rəqəmlər bilirik ki, 0-dan 9-a qədərdir. 5 də doğrudur. Neçədən oldu? 4 dənə. Cavab D variantı. 55-ci sualda deyir, neçə ədəd düzgün yazılmayıb? Deməli, 5, fikir verin, 5, 6, 7, 8. Artıq 9 üçün bu lazımdır. 1 səhvdir. İkincidə C, bilirik ki, C 100'dür, 100'dür, 200 gəlir, M, sonra da X gəlir. Bu doğrudur. Sonra D, 500 deməkdir, 100, 100 eləyir 700, 50, bu da 11 deməkdir. Təbii ki, 60, bu da doğrudur. Deməli, 150, yox, bu səhvdir. Çünki bir dənə xətt olursa, bu 4-cü deməkdir, bu 5-ci, bu isə 6-cı, bu isə 7-ci deməkdir. Bu ola bilməz. 4 də səhvdir. 5-cidə 59 deməkdir. Bu doğrudur. Deməli, 1 ilə 4 neçədən elədi? 2 dənə. Səhv yazılan. 56-cı sualda deyir ki, ədədinin yüzlüklər mərtəbəsindəki rəqəmin qiyməti neçədir? Yüzlüklər mərtəbəsindəki rəqəm istəyir. Təklik, onluq, yüzlük. Cavab oldu 4. A variantı. 4 yüzlükdür. 57-cidə tənliyi həll etdir. Tənlikdə baxaq görək nə var. 48 bölünsün 30 bərabərdir 16 bölünsün 4x plus 2. Tənasüb kimi həll edə bilərik. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir və ya hər tərəfi 2-yə ixtisar edərək də həll edə bilərik. Amma tənasüblə həll etmək daha rahatdır. Kənar hədlər hansılarda? 48 ilə bu. Yazıram. 48 vurulsun 4x plus 2 bərabərdir 30 vurulsun 16. Hər tərəfi 16-ya bölək. 16-ya böləcəm. 3 vurulsun 4x plus 2 bərabərdir 30. Hər tərəfi 3-ə bölürəm. 4x plus 2 bərabərdir 10. Geri qayıtma. Toplanan cəm. 4x bərabərdir. 10-dan 2-ni çıxıram. 8. X də bərabərdir. 8-i bölürəm 4-ə bərabərdir 2. Cavab A variantı. 58-ci sualda 1-dən 9-a qədər ədədlərin Rum rəqəmləri ilə yazılışında neçə ədədi tərs yazılışla oxuduqda özündən böyük ədəd alınır? Baxaq. 1, 2, 3, 4, 5, 6, 7,
8, 9, 10, bu da 11. Hə, 9-a qədər demiş, 9-a kimi. Deyir, yazılışda neçə ədədi tərs yazılışla oxuduqda. Məsələn, 1-dir, tərs yazılış elə 1-in özüdür, 2-də gedir, 3-ün özü də. İndi 4-ə baxaq. Tərs yazılış deyəndə 5, 6. Deməli, bu 4-dür, 4-cü deməkdir. Mən bunu belə yazsam, olacaq 6-cı. Özündən böyük ədəd alındı. Bu 1. İkinci, 5-i də silirəm. 6-ya baxaq. Tərsinə yazanda 4 olur. Təbii ki, azaldı. Bu da getdi. Tərsinə yazanda təbii ki, heç ədəd alınmır. Tərsinə yazanda 9-u 11 edir. 2 dənə ədəd. Çünki belə yazılacaq tərsinə yazılanda və eləcə 11-ci. 9-cu idi, indi 11-ci oldu. Neynədir? Böyük ədəd alındı. Cavab 2Y variantı. 59-cu sualda deyir 10 üstü neçə? 10 min eləyir. Təbii ki, baxırıq 10 üstü, yəni onu neçə dəfə özünə vuranda 4 dəfə də 10 üstü 4 bizə verir. Deməli 10 üstü 2 buraya yazacağım. Eləyir 100. 10 üstü 3, yəni onu 3 dəfə özünə vuranda eləyəcək 1000. 10 üstü 4 bizə verir 10.000. 4 dənə 0 deməkdir. O da cavab A variantı.